Salam hörmətli YouTube və TikTok izləyiciləri, sabahınız xeyir, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli Heydər Əliyev prospektinə yerləşən Kapital Bankın arxasında təxminən həmin Kapital Bankdan bu həyət evi nə qədər olan məsələn maksimum 180-200 metrdir. Bax, bir zal 3 otaq olan belə bir həyət ev satılır. Hal-hazırda mən mini bağçasında yerləşirəm. 2 tonluq su bak var. Stil sistemi 2 minutkadır. Elektronudur, təzə qoyulub. Yenidən mən sizə bax belə bir mini navesin altını, eyni zamanda mini bağçasını göstərirəm. İndi evə daxil oluram. Çox yaxınlıqda keçmiş deməli Əkbər market, bir də ki deməli hal-hazırda olan deməli Al market yerləşir. Mətbəğində olan əşyalar görürsünüz. Qab-qacaq olmalıdır. Paltoriya maşını görürsünüz. Xaladenikdir. Bax, bura deməli belə bir mini otaqdır. Belə bir mini şkaf var. İndi sizə zalına keçirəm. Bax, belə bir həyət evinin kirayə haqqı 400 manatdır. Qiymətində mən bildiyimə görə mütləq razılaşma olmalıdır. İndi isə mən sizə zalını göstərirəm. Zalında olan əşyalar görürsünüz. Bax, yenidən zalında olan əşyalar gördünüz. Qarşıda televizoru görmək mümkündür. YouTube ilə işləyir. İnternet xəttinin çəkilməsinə mən söz verirəm. İndi isə ikinci otağa keçirəm. Çox yaxınlıqda 5, 34 və 43 nömrəli orta məktəblər yerləşir. Yəni 3 tərəfində bax həmin dediyim məktəblər yerləşir. İstilik sistemi İransk peçi görürsünüz. Qarşıda olan əşyalar ikinci otaqdadır. İndi isə üçüncü otağa keçirəm. Bildiyiniz kimi Al marketin qarşısından 13 və 19 nömrəli marşrutlar işləyir. Burası isə üçüncü otaqdır. Bax, bu otaqda olan deməli kravatlar görürsünüz. 4 ədəddir. Yorğan döşək var. Baduşka yoxdur. Mən elə gəlir. Həqiqətən yoxdur. Ancaq bunların yerini dəyişmək mümkündür. Pərdələri var. Hal-hazırda asılmayıb. Bax, belə bir deməli həyət evinin kirayə haqqı 400 manatdır. Ancaq onu da dəqiq deyə bilərəm ki, qiymətində mütləq razılaşma olmalıdır. İnsan hamamına keçirəm. Dediyim kimi istilik sistemi 2 minutkadır. Bax, hamam bu cürdür. Deməli hamam ilə deməli qapıdan çıxış məsafəsi maksimum 1 metrdir. Bax, hamamını göstərdim. Burada olan deməli bu hamama aid olan hansı əşyalar dedikdə bax, bu hamam üçün lazım olan əşyaların hamısı bax bu cürdə dedim. Yəni dəyişilib, hamısı təzədir. Qapıdan giriş hissəsini görürsünüz. Maşın qarajı var orada. Bax, belə bir həyət evinin qiyməti 400 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.